Şehirdeki kızın atası Zakir kişi ne vəziyyətdeydi, adam ürəyi ağrıyırdı. Gönderdim bunu klinikalardan birine. Ama özel klinikaya da, indi mən özel klinikaya göndermişim. Getdi ora, buna kardiyolog baxır, ürək doktorları baxır və deyirlər ki, dərhal anji olunmalıdır. Vəziyyəti o dərəcədə ağırdır. İndi iş günü de değildi. İş günü olmadığı için dövlət xəstəxanalarına bunu göndermek mümkün olmuyubdu. Siz təsəvvür edin, adamın vəziyyəti ağır, dərhal bu adama deməli anji olunmalıdır. Amma özel klinika bunu edə bilmir. Səbəb nədir? Deməli, təbib dövlət xəstəxanalarında bir də özünün icazə verdiyi xəstəxanalarda bu ola bilər. Qardaş, niyə? Niyə görə? Dövlətimiz bunu edib bizim rifahımız üçün, xalqımızın rifahı üçün. Bu günləri rahat şəkildə icbari tibbi sığortayla imkansız, çarəsiz insanlar öz xəstəliyi ilə bağlı xəstəxanalara gedir, əməliyyatlarını edirsə, bunu dövlətimiz bizim üçün, vətəndaşı üçün edib. Düzdürmü? Qardaş, maraq nədir ki, bu özel klinikalarda bu mümkün değil və yaxud da mümkün olanın icazəsini siz verə bilərsiniz. Bu necə olur? Niyə mən şəxsiyyət vəsiqəmi götürüb, gedib istənilən bir klinikada, özel klinikada hüququmdan istifadə edə bilmirəm? Niyə? Niyə görə? Niyə mən hüququmdan istifadə edə bilməyim? Axı, mənim dövlətim mənə bu şəraiti yaradıbdır. Adam qaldı o ürəyi o vəziyyətdə. Biz gözləməliyik. İndi siz təsəvvür edin, dövlət xəstəxanalarında da icbari sığorta ilə o əməliyyata girən, müalicə olunacaq nə qədər insan var növbədə? Nə qədər insan növbədə dayanıbdır? Niyə insanların işini siz çətinə salırsınız ki? Pulu siz vermirsiniz ki? Bu şəraiti bizə dövlət yaradıbdır. Siz belə bir qaydanı nəyə əsasən, nəyi səbəb bilib edirsiniz? Bu qaydanı niyə qoymursunuz? Niyə insanlar həmən bu icbari sığortayla istənilən özel klinikaya gedib şəxsiyyət vəsiqəsini verib yararlana bilməzlər? Məqsəd nədir? Bu icazə verilməmənin arxasında nə dayanır? Niyə insan gedib dövlət xəstəxanasında aylarla növbədə dayanmalıdır? Ki, mənim növbəm nə vaxt çatacaq? Əgər özel klinikalarda bunu etmək mümkündürsə, mənim ailəm, yani Doğuş Bey ve mənim uşaqlarım, icbari sığortamız var Türkiye'de, bizim de var o sığortada. Biz gedirik, məsələn, bu şəkildədir, istənilən özel klinikaya gedirik, həmən belə də hüququmuzla biz gedib yararlanırıq. Niyə Azərbaycanda bu mümkün deyil? Nədir? Niye siz bize təbib deyir ki, sən get veya bir başqası desin ki, gözdə dövlət xəstəxanasına gedəcəksən. Axı, o dövlət xəstəxanasında insanlar növbədə dayanır. Nə vaxt onların növbəsi çatacaqdır? Öldükdən sonra o əməliyyata növbəsi çatacaq. Yəni, inanın mənə ki, mənim ürəyim partlayırdı. Bunu mən mütləq deməliydim. Ona görə də bugün sizlərə səslənirəm. Bunu paylaşın, təbib mənim sualıma cavab versin ki, niyə görə biz növbədə dövlət xəstəxanalarında gözləməliyik? Niyə görə özel klinikaları belə müəyyən etdiklərinizə gedə bilər? Niyə digər özel klinikalardan şəxsiyyət vəsiqəmi götürüb bu hüququmdan istifadə edə bilmirəm? Bunu bilmək istəyirəm.